Məlumdur ki, bugündən Bakı metrosunda sərnişinlərin hərəkətində dəyişiklik var. Qırmızı və yaşıl xətlərin ayrılması ilə bağlı işlərə görə Nizami və 28 may stansiyaları arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. İşlərin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. Bakı böyüyür, nəqliyyat ehtiyacı artır. Paytaxtda əhalinin sayı və gündəlik hərəkət edən insanların sayı artır. Bu isə ictimai nəqliyyatda, xüsusilə metroya olan tələbatı yüksəldir. Bununla yanaşı 6 yeni ekspres avtobusu yaradılıb. Bundan başqa 20 müntəzəm marşrutda avtobusların sayı artırılıb və hərəkət intervallarının azaldılması nəzərdə tutulub. Bəs gəlin görək stansiyalarda vəziyyət necədir? İlk günlərdə əsas diqqət 28 may və Nizami stansiyalarında sərnişinlərin yönləndirilməsinə verilməlidir. Çünki insanlar üçün ən vacib sual budur. Metrodan düşəndən sonra hara gedəcəm və hansı avtobusa minəcəm? Bu baxımdan stansiyalarda vəziyyətin yerində göstərilməsi, sərnişinlərin fikirlərinin öyrənilməsi və avtobuslara keçidin necə təşkil olunduğunu çəkilişlərlə nümayiş etdirilməsi faydalı olar. Narahatlıq isə müvəqqətidir. Metroda aparılan işlər müəyyən müddət ərzində sərnişinlər üçün çətinlik yarada bilər. Amma əsas məsələ bu müddətin mümkün qədər rahat keçirilməsidir. Bakının böyüyən şəhər olması və sərnişin sayının artması daha güclü nəqliyyat infrastrukturuna ehtiyac yaradır. Bu baxımdan bugünkü dəyişiklik müvəqqəti narahatlıq gələcək üçün daha böyük rahat metro sistemi kimi qiymətləndirilə bilər. Məsələ ilə bağlı geniş araşdırma apararaq Bakı Metropoliten Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun da fikirlərini öyrəndik. Mən Bakı metropoliteni ilə bağlı birinci sualınızı cavablandırım. Hazırda Bakı metropoliteni bilirsiniz artıq yeni tarixi dövrə qədəm qoymuş hesab olunur. Xətlər üzrə artıq müstəqil hərəkət təşkil olunur. Hazırda qırmızı xətt üzrə hərəkət daha doğrusu əvvəlki dövrdə olduğu kimi şəhər əsaslanıb olmaqla təmin olunur. 28 may normal iş rejimi şəraitində fəaliyyətini davam etdirir. Eyni zamanda yaşıl xətt üzrə Dərnəgül Nizami arasında qatarların hərəkəti təşkil olunur. Sərnişin axını barədə bu ana qədər hər bir məsələ nəzarət altında qaydasındadır. Xüsusi olaraq vurğulayım ki, Bakı metropolitenində könüllülər cəlb olunub və eyni zamanda gücləndirilmiş iş rejimi şəraitində əlavə işçi qüvvəsi ayrılıb. Artıq stansiya girişində sərnişinlərə müvafiq məlumat dəstəyi göstərilir. Onların yönləndirilməsi həm ekspres avtobuslara, ekspres marşrut avtobuslarına üzr istəyirəm və eyni zamanda Bakı metropoliteni üzrə hərəkət istiqamətləri ilə bağlı bütün müvafiq məlumatlar təqdim olunur. Qarşıdakı dövrdə Bakı metropolitenində təbii ki, müvafiq monitorinqlər aparılacaq. Həm texniki, həm sərnişin axını, eyni zamanda sərnişinə xidmətlə bağlı bütün məsələlərə dair zəruri bütün əlavə tədbirlərin hər birisi həyata keçiriləcək.